Salam, hər vaxtınız xeyir əziz izləyicilər. Kanalıma xoş gəlmisiniz. Bu günləri mən sizə yarpaq dolmasının hazırlama qaydasını göstərirəm. Lazım olan ərzaqlar mal əti və yaxud qoyun əti, quyruq, baş soğan, nanə, şüyüd, tərxun bir qanad zövqdən asılı olaraq, yumru, düyü, duz, sarı kök və zerinc. Əvvəlcə çəkilmiş ətə quyruğu, soğanı və xırda doğradığımız göyləri, düyü və ədviyyatları hamısından birlikdə əlavə eləyib yaxşı qarışdırırıq. Yarpaqları mən əvvəlcədən arıtlayıb, saplaqlarını kəsmişəm. Yarpaqlardan bir-bir götürüb, hazırladığımız içlikdən əlavə eləyib, səliqə ilə pişiririk. Əzizlərim, mən dolmalara zirinc əlavə eləyirəm, yəni zövqdən asılı olaraq fikir olsun deyə paylaşdım. Zirinc yarpaq dolmasına həm xüsusi dad, həm də az turşuluq verir. Ətin ağırlığını azaldır, dolmanın dadını daha da iştah açıcı eləyir. Bişmə zamanı zirinc dolmaya xoş ətir verir və ümumi ləzzəti tamamlayır. Videonun alt bölümündə, açıqlamada resepti yazacağım. Siz oradan istifadə eləyərsiniz. İndi yaxınlaşdırıram. Hamımız bilirik ki, üzüm yarpağını həmişə arıtlayanda, saplaqlarını kəsəndə istər-istəməz əlimiz qaralır. Yəni bunu nəzərə alın, yəni irad bildirməyin. Mən əlcək ilə yarpaq dolması bükə bilmirəm. Baxın, bu cürə bükürük, düzürük qaba. Qazanın alt hissəsinə bir neçə tikə quzu əti düzdüm. Bu yağlı, sümüklü ətlər yeməyə çox gözəl dad verir. Daha sonra dolmaları sıra ilə səliqəli şəkildə qazanın içinə düzürük. Üzərinə üzüm yarpaqları ilə örtüb, qazı görürsünüz, vam odda pişməyə buraxırıq. Saata baxıram, 40 dəqiqədən sonra əzərəm. Düz, artıq suyun buraxıbdır. Baxın, indi də qaynayır. Fikir verdinizsə, əzizlərim, mən su əlavə etmirəm. Dolma öz buxarı və ətin suyu ilə, yəni tərkibində olan soğan var, düyünü yumuşuq, yəni hamısının suyu var. Yəni canında suyu var. Artıq qaynayır. Ən əsası heç bir kəfi yoxdur. Su əlavə etməməyin üstünlüyü də məhz budur. Dolmanın üzərində kəf yığılmır. Daha da təmiz, şəffaf görünür. Artıq dolma yağa dönüb. Qazı söndürürük. Qazanı götürürük. Servis edirik. Əziz izləyicilər, hamımız bilirik ki, yarpaq dolması sarımsaq qatıqla yeyilir. Baxın, necə gözəl alınıb. Bu cür reseptlərin davamı üçün kanala abunə olmağı, videonu bəyənməyi və fikirlərinizi şərh bölməsində yazmağı unutmayın. Allaha əmanət olun.